Bəzən elə bir an gəlir ki, özümü əvvəlki kimi hiss eləmirəm. Düşüncələrim dəyişir, səsim sakitləşir, reaksiyalarım yumşalır. Artıq bəzi şeylərə əvvəlki kimi əsəbləşmirəm, bəzi şeyləri şəxsi qəbul eləmirəm. Mənim üçün bu heç vaxt problem yaratmır. Əksinə başa düşürəm ki, bu böyüməkdir, normaldır. Həm də ki, insan dəyişər də. Amma bəzən ətrafımdakı məni çox yaxşı tanıdığını düşünən adamlar bu dəyişməyi qəbul edə bilmirlər. Onlar hələ də məni illər əvvəlki halımla tanıyırlar və elə tanımaqda da israr edirlər. Məsələn, bəzən bir qərar verirəm, nəyəsə sakit reaksiya göstərirəm, ya da hansısa pis hadisəyə əvvəlki kimi yanaşmıram. Bu onlara çox qəribə gəlir və dilə gətirməkdən də çəkinmirlər. Bəlkə də bu normaldır, bilmirəm. Ola bilər ki, tanışlarım illərlə beyinlərində yaratdığı Tahirəni yenilənmiş halda görmək istəmirlər. Belə olanda özümü iki hal arasında sıxılmış kimi hiss edirəm. Necə deyərlər, yeni mən və köhnə mən.